Müəyyən müddət ərzində sürüldükdən sonra təkərlərin vəziyyəti belədir. Avtomobilin bu tərəf təkərlərini avtomobil şampunu ilə yumuşam, bu tərəfini isə qap şampunu ilə yumuşam. Avtomobil şampunu ilə yuyulan təkərlər nisbətdə daha az toz yığıb, qap şampunu ilə yuyulan təkərlər daha tozludur. Buna baxmayaraq qap şampunu ilə yuyulan təkərlər daha qara görsənir. Avtomobil şampunu ilə yuyulan təkərlər daha təmiz görünməsinə baxmayaraq xüsusi parlaqlığı yoxdur. Qap şampunu ilə yuyulan təkərə əl vurulduqda yapışqanlıq hiss olunur. Avtomobil şampunu ilə yuyulan təkərə isə əl vurulduqda sürüşkənlik hiss olunur. Bunların fərqi isə qap şampunu ilə avtomobil şampununun kimyəvi tərkibinin eyni olmamasından və təyinat fərqliliyindən qaynaqlanır. Avtomobil üçün Manolun M40 məhsulunu aldım. Təlimatında aqressiv aşındırıcı olmadığına görə bu məhsulu avtomobilin bəzi nöqtələrində istifadə etdim. İlk əvvəl diskin bolt ətrafında yığılmış çirkləri təmizlənməsində sınadım, çirki təmizlədi. Sürücü qapısında qızırtı var idi. Qapının petlələrinə demək olar ki, müəyyən hissələrinə vurdum, qızırtını kəsmədi. Belə başa düşdüm ki, bu yağlayıcı yox, daha çox kir pası təmizləmək üçündür. Elə nöqtələr var idi ki, yağlayıcı təsiri qalırdı. Elə nöqtələr var idi ki, yağlayıcı təsiri yox, təmizləyici təsiri qalırdı. Buna görə də bu məhsulu avtomobilin yağ karterinin çölünü təmizləməkdə sınadım. Ümumiyyətlə, yağ karterinin çölünü təmizləmək yağın qismən də olsa soyumasına, həm də avtomobildə baş verə biləcək yanğın riskinin azalmasına kömək edir. Yağ karterinin çöl hissəsində yığılan yağ təbəqəsi havanın yağ karterinə birbaşa toxunmasının qarşısını alır. Yağ karterinin üzərinə yığılmış yağ təbəqəsi davamlı yüksək temperatura məruz qaldığı zaman tüstülənmə, daha sonra isə yanğın riskini gətirib çıxara bilər. İstifadə etdiyim Manol M40 yağ təbəqəsini təmizləməyə çox kömək etdi.